Hər hansısa bəyin ən kiçik sevgi qırıntıları verməsi belə sizdə maraq oyadır və bura sual yazacaq qədər vaxt sərf edirsinizsə buna bir düşünməyiniz lazımdır ki, niyə görə bu qədər sevgi boşluğuna düşmüsünüz? Çünki sizi o qədər insan izləyə bilər ki, o qədər insan görüşəcək deyə bilər ki, əsas olan isə bir kişidə hərəkətlərdir. Və ümumiyyətlə, niyə bu qədər defisitə düşmüsünüz? Nəyə görə bu qədər sevgi acılığı yaşayırsınız? Birinci, onu bərpa etməlisiniz. Çöl dünyada baş verənləri kənara qoyaraq biraz. Okay? Çünki davamlı balaca bir sevgi qırıntısına belə kiminsə verdiyi sözlərə belə inanırsınızsa, deməli, uşaq vaxtı valideynlərinizdən dəhşət çox sevgi gözləmişsiniz, amma istədiyiniz qədərini ala bilməmişsiniz. Ona görə də bunlar üzərində mütləq işləmək lazımdır. Mama Papa terapiya Lady 4-cü modulda işləyəcəyik.